Bəzən siqnal veririk, səs gücləndirici ilə xəbərdarlıq edirik. Amma yenə də bəzi sürücülər bizi görməzdən gəlirlər. Belə hallarda xəstəni vaxtında çatdırmaq olmur. Nəticədə xəstə ya dünyasını dəyişir, ya da halı ağırlaşır. Dəfələrlə xəstə yaxınlarının haqlı təzyiqləri ilə məruz qalır. Təcili yardımın sürücüsü deyir ki, yollarda bir sıra problemlərlə üzləşirlər. Çünki paytaxtda avtomobil sıxlığı digər avtomobillər kimi onlara da çətinlik yaradır. Təbii, onlar üçün hər zaman yaşıl işıq olsa da digər sürücülər onlara çətinlik yaradır. Elə hallar olur, bəzən maqnitofona başı qarışır, bəzən monitordan nəyəsə baxır, bəzən də ciddiyə almır. O sürücülər biraz bu işin ciddiyyətinə varmırlar. Elə anlar olur ki, xəstə yiyəsi məcbur maşına minir, ki, mən də minəcəm. Başa düşürük, canıdır, yaxınıdır, həyəcanlıdır. Və o momentlərdə biz yolda gedə bilməyəndə, yolda ilişib qalanda, həkimin əlində xəstə ağırlaşanda təzyiq göstərə bilirlər bizə. Sürücülər isə təcili yardım avtomobillərinə yol verə bilməmələrinə tıxacların səbəb olduğunu deyirlər. Heç cür sağa sola vermək olmur ki, maşını çəkəsən ki, təcili yardıma yol verəsən. Tıxacda mümkün deyil yol vermək. Maşın çoxdur, həddindən artıq. Ona görə də hamı yol vermək istəyir, amma necə versin? Tıxacdır, pik vaxtlarında təcili yardım gəlir, ona necə yol verəsən? Qarşı tərəf tamamilə dolu, sağ, sol, hamısı doludur, ona görə də mümkündür. Belə vəziyyətdə sıxlıq olursa, təbii ki, yol vermək olmur. Amma ki, çalışmaq lazımdır ki, yol verəsizdir. Sıxlıqda təbii ki, sağa sola çıxmaq olmur. Belə bağlanıbsa yol, o biraz çətin olur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, paytaxt yollarında bəzi sürücülər tərəfindən təcili tibbi yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilir. Həkim briqadaların tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasında və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir. Qeyd edək ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülərə 100 manat cərimə tətbiq olunur. Günəş Rızayeva, Bəkir Əşimov, İlkin Həsənov, Fidan Səfər, Space xəbər.